Mənim həyatda ikinci əsas prinsipim Mevlana'nın dediyi kimi, ya göründüyün kimi ol, ya da olduğun kimi görün. Yəni çalışmalısan belə. Yoxsa iki üzlü, min üzlü olursan, sonra da qarşılıqlı nəysə ala bilməyəndə özündən başqa hər kəsi, dünyanı da günahlandırırsan. Axı üzdə cəsarətdən danışıb, əslində qorxaq, ondan sonra xəsis olub əli açıqlıqdan danışan, hər hansı bir məsələni heç araşdırmayıb, kitabını oxumayıb, oradan-buradan iki cümlə öyrənməklə sadəcə nəyisə anlamaq üçün, yox qarşı tərəfi susturmaq üçün hərəkət etmək və s. Bütün bunlarla, belə insanlarla necə yol getmək olar ki, ünsiyyət bağlamaq olar ki? Çünki sabit olan bir əsas, baza yoxdur.